Bayaq dediyim kimi o da oynan. Bu bizim kitabımızdan. Çox xəmirdən çox çıxartmayın. Xəmiri 60 qramlıq gündələr eləmişik. Bizim kitabımızdan xəmiri qalın olur. Amma içi də sulu olur dişləyəndə və yağın içində qaynayır. Çeburekin özəlliyi də odur ki, bişəndən sonra şişkinliyi qalsın və içinin suyunu saxlasın. Roliki verin orada. Ağzını yaxşı bağlayın ki, yağı atanda tökülməsin. Zəhmət olmasa. Əla. Anadolu'nun yanında çebureçli yer var. Bir dənə Bakıda yer var cəmisi. Torbakın da var. Anadolu'nun da yanında var bir dənə. Amma o bağlanıb Anadolu'nun yanındalar. Məsələn, hə, mən xoşlayıram çebureki. Mən tapmadım yaxşı bir yerini. Hə? Əla. Zaten çeburek yerində oturmağa yer olmur. Alırsan istəyirsən çünki bu atışdırmalıqdır da fast food. Hə, ola bilər. Hə. Ay sağ ol. Qıraqlarını da o şeylə keçirik ki, bu uzorlar düşsün. Sən də kəs. Az nazik keçirik. Zaten 60 qramlıq eləmişik də, artıq qalmasın. Az keçirik ki, xəmiri qalın olmalıdır. Bunu çox açıb bizim kitab kimi nazik tük kimi eləmirik. Bu qalın olmalıdır ki, bişəndə ətinin içinin suyunu saxlasın. Aferin sənə, aferin. Əlbi bunun üstündən götür, hə, kəs. Ay sağ ol. Demək, öyrənməyə yaşa baxmır, istəyə həvəsə baxır. Həvəsi varsa, neçə yaşında olsa öyrənmək istəyəcək. Ən cavan iştirakçımızdır. Maşallah olsun. Burasını da düzəlt. Bu çeburekdir, kutab deyil. Gör yumurtamız yoxdur.